Xeyirli olsun. Maraqlı bir sual tipi ilə qarşınızdayım. Hətta deyərdim çox maraqlıdır və çox diqqət tələb edən bir çətin test tapşırığıdır. İllərdir bu sual var, mövcuddur. Sadəcə hələ ki heç bir sınağa, hər hansı bir qəbula düşməyib. Sadəcə 2026-cı ildə, yəni çap olunan model jurnalımız var, yəni model testlərimiz var orada. 2 nömrəli jurnalımızda olan sual tiplərindən biridir. Gəlin hal qaydasına baxaq, ümumən nə istəyir bizdən onu öyrənək. Deyir bir sənədimiz var, neçəsə səhifəsi var. Və həmən sənəd birdən yox, hansısa bir rəqəmdən başlanıb nömrələnməyə və həmən rəqəm hansıdır? Bizdən istədiyi odur. Yəni sənədimiz hansı nömrəli səhifədən nömrələnməyə başlayıb. Bunu tapmağa çalışmalıyıq. Qısacası, burada aşağıda rəqəmləri zaten görürsünüz. Biraz yaxınlaşdırım istəyirsiz o şəkildə qeydlərimizi aparaq. Buradan başlayaq birinci. Bir saniyə. Aha. Burada gördüyümüz 46 nə ifadə edir deyə sizə sual versəm. Çox belə qaraladıq. Bu 46 bizdə ümumi səhifələrin sayıdır. Nə sayılmış? Səhifələrimizin sayı. Oldu. Ümumi səhifələrimizin sayıdır. Yəni bizim sənədimiz 46 səhifədən ibarətdir. Burada gördüyümüz 25 nədir? Burada gördüyümüz 25 isə olduğumuz səhifə, yəni cari səhifəmiz. İndi hal-hazırda hansı səhifədəyik? Hansı nömrəli səhifə? Nömrəli deməyim də, hansı səhifədəyik onu deyək. Ümumi hal-hazırda olduğumuz səhifə. Elə yazıram, cari yox, olduğumuz yazıram. Olduğumuz nə? Səhifə. Hal-hazırda bizim dayandığımız səhifə. Bəs bu 28 nədir? Bu 28 bax o bizim o bayaq dediyimiz nömrələməyə görə olan fərqli bir əmrimizdir. Oldu. Misal üçün, əgər burada 25 olsaydı, bu deməkdir ki, siz elə hal-hazırda birdən başlayaraq nömrələmisiniz. Yox, 25 yox, 26 yazılsaydı, deməli birinci səhifəyə 2 demisiniz. 27 yazılsaydı, deməli birinci səhifəyə 3 demisiniz. Əgər 28 yazılıbsa, deməli birinci səhifəyə siz nə demisiniz? 4 demisiniz. Deməli bizim nömrələməmiz neçədən başlayıb? 4-dən. Ay müəllim heç nə başa düşmədim. Mən elə bir şey edirəm ki, mən həmişə yazarkən düzgün olsun. O zaman gəlin mən sizə bir düstur verim. Həmən düsturla da hər dəfəsində yazın, cavabınız düzgün çıxsın. Deməli nə edəcəyik biz? Burada yazılan rəqəm neçədirsə, həmişə ondan çıxacağıq burada yazılan 25-i və üzərinə gələcəyik 1. Oldu. Cavabı nə tapdıq? 4. Deməli bizim səhifə nömrələməmiz neçədən başlayıbmış? 4-dən. İndi biraz bu aşağıdakı rəqəmləri dəyişəsi olsam, o zaman yazılış bax belə olacaqdı. Page, düzdür? 2 nöqtə, oradakı görüntünü düzəltməyə çalışıram. 4, düzdür? Sonra arxasınca yazılır yenə page. 25 yazılıb da düzdür? 25 eləyirik 1 və of-u nə? 46. Yəni, bu deməkdir ki, 46 səhifədən hal-hazırda birinci səhifədəyik və birinci səhifəmizin nömrəsi 1 yox, nədir? 4-dür.